Salam hörmətli izləyicilər, xoş gördük sizləri Ratve kanalında. Əziz izləyicilər, bugün biz çox gözəl bir yemək hazırlayacağıq. Toyuq ciyarı qaymaqla. Yəni xamada çox gözəl olur. Bunun üçün bizə nələr lazım olacaqdır? Bunun üçün bizə deməli toyuğun ciyarıdır. Burada düzdür, indi ürəyi zad da var, edə bilərsiniz. Xırda doğranılmış soğan, yəni soğan lazım olur, yağ və xama. Təbii ki, duz yox, zövqə görə. İndi başlayırıq əziz izləyicilər bunları hazırlamağa. Deməli, götürürük tavamızı və içinə yağı töküb başlayırıq bunları hazırlamaq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi tavamızı belə qoyduq. İçinə yağımızı əlavə edirik. Biraz belə qatırıq ki, yağımız ərisin. Baxın, belə. Və yağımız əriyəndən sonra soğanımızı, ciyarımızı qoyacağıq və qovuracağıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi yağımız əridi, soğanımızı əlavə edirik. Ondan sonra isə ürək ciyarı hamısını əlavə edib burada yaxşıca pişiririk. Belə. İndi biz balaca belə qarışdırırıq ki, öz yağında pişsin və zövqə görə üstü otunu əlavə edirik. Kim istəsə qara, kim istəsə qırmızı. Bizdə qara olmadığından qırmızı edirik hələ ki. Və duzunu. Əlavə edib yaxşıca qarışdırırıq. Və ağzını örtürük, bir də cavan xodda öz buğunda pişir. Deməli, əziz izləyicilər, bax gördüyünüz kimi biraz öz buğunda pişdi, belə suyu çıxdı. Qazın altını qaldırırıq ki, daha da tam pişsin və belə deyək ki, suyu çəkilsin. Ağzını artıq örtürük və belə gözləyirik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi baxın, beləcənə ətimiz pişdi, suyu zadı çəkildi. Suyu deyəndə yağı da biraz çəkildi. Xamamızı əlavə edirik. İnandırım size, çox dadlı bir yemək alınır. Və beləcənə yaxşıca qarışdırırıq. Və vanxodda qoyuruq, biraz belə pişir. Əziz izləyicilər, baxın, belə xamamızı tökəndən sonra suyu belə çıxdı və altını yenə də gür edirik ki, biraz da ətimiz bu xamada pişsin və suyu çəkilsin. Və gözləyirik pişməyini, yəni suyunun çəkilməyini. Əziz izləyicilər, bax gördüyünüz kimi belə pişdi, çox da suyunun çəkilməyini gözləmirik, çünki belə deyək, buna çörək batırıb yeyəndə daha da ləzzətli olur. İndi boşqaba qoyub süfrəyə verə bilərik. Əziz izləyicilər, gördüyünüz kimi qaymaqda ciyarımız hazır oldu. Beləcə hazırlayın, çox dadlı və gözəl çıxır. Hazırlayan hər kəsə nuş olsun deyirəm. Bu qədər. Sağ olun əziz izləyicilər, salamat qalın. Kanalımıza abunə olmağı, videolarımıza da like qoymağı unutmayın.